Dəyərli abituriyentlərimiz 40 sınaq test toplusundan çox maraqlı sualların izahını sizlərə təqdim edəcəm. İlk sual izahını təqdim edirəm. Təbii ki, maraqlı gəldi. İstədim sizlərdən də paylaşım. Baxaq ilk sualımızın izahını. Deyək, uyğunluğu müəyyən edin. Gəlsin bu cübbarda girir. Təbii ki, bu ifadədə gəlsin sözü bütövlükdə ədatdır. Qaydandan sonra bizə gəlsənə, bu ifadədə isə gəl sözü feildir, sana, sənə isə ədatdır. Yəni, burada iki nitq hissəsi birləşir. Feil və ədat. Baxaq. Deyək, tül qara rəngli söz həm əsas, həm də köməkli nitq hissəsindən ibarətdir. Əsas və köməklidən ibarətdir. Təbii ki, biz bunu 2-yə yazdıq A-nı. Cümlədə iki köməkli nitq hissəsi işlənmişdir. İki köməkli nitq hissəsidir. Təbii ki, bu yenə 2-yə aiddir. Sonra qoşması və sana, sənə ədatlı. Bir də isə cəmi bir köməkli nitq hissəsi, o da ədatlı. Və biz B-ni də 2-yə yazırıq. Cümlədə bir köməkli nitq hissəsi işlənmişdir. Təbii ki, bunu biz 1-ə yazdıq. 1C2 AB. Tül qara rəngli söz bütövlükdə ədatdır deyirsə, təbii ki, yenə biz birdən gedir söhbət, birə yenə yazırıq D-ni. Tül qara rəngli sözün kökü köməkli nitq hissəsilə anonim. Diqqətli olun, kökü köməkli nitq hissəsilə anonim deyirsə, təbii ki, burada bunun kökü feildir, gəl feilidir və gəl ədatı ilə də anonimdir. Eyni zamanda biz bunu E-ni də buraya yazırıq. Demək, 1C-dir, 2A-B-E. Təbii ki, bizim cavabımız olacaq B variantı. Bu cür izahların davamı üçün mütləq kanala abunə olub, bəyənib, paylaşıb, rəy yazmağı unutmayın. Təşəkkür edirəm.